Yazıcı publisist Aydın Tağıyevin Qələbənin memarı cənab Ali Başkomandan 100 illik imza bənzərsiz Tarix adlı tarixi əsərinin təqdimat mərasimi keçirilib. Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb. Ardınca ümummilli lider Heydər Əliyevin və vətənimizin suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Açılış nitqi ilə çıxış edən müəllif kitabın ərsəyə gəlməsi, əsərin ideya xətti və tarixi əhəmiyyəti barədə ətraflı məlumat verib. Aydın Tağıyev bildirib ki, bu əsər Azərbaycan xalqının şanlı zəfər tarixinin, Müzəffər Ali Başkomandanın qətiyyətli siyasi iradəsinin, Azərbaycan ordusunun qəhrəmanlığının və xalq, ordu, lider birliyinin gələcək nəsillərə çatdırılması məqsədi ilə qələmə alınıb. Müəllif həmçinin qeyd edib ki, tarixi hadisələr, dəqiq faktlar, rəsmi sənədlər əsasında sistemləşdirilən kitab yalnız bir nəşr deyil, həm də müstəqil Azərbaycanın zəfər salnaməsini əks etdirən tarixi mənbədir. Çıxışlarla davam edən təqdimat mərasimində sözü gedən kitabın əhəmiyyətindən söz açılıb, bildirilib ki, hər bir xalq öz qəhrəmanlıq tarixini yaşatmalı, milli yaddaşını qorumalı və gələcək nəsillərə olduğu kimi ötürülməlidir. Tədbirdə həmçinin sözlərə Aydın Tağıyevə, musiqisi bəstəkar Camal Qurbanova məxsus cənab Ali Başkomandan tarixi əsərinin video çarxı nümayiş olunub. Sonda müəllif Aydın Tağıyev könüllülərin suallarını cavablandırıb və tədbirdə iştirak edən qonaqlara minnətdarlığını bildirib. Demək, kitabın əsas məğzi, Qələbənin memarı cənab Ali Başkomandandır kitabımızın adı. Əsas məğzi də ondan ibarətdir ki, İkinci Qarabağ Savaşında cənab Ali Başkomandan, möhtərəm cənab prezident İlham Əliyevin diplomatiyasının uğuru, onun belə deyək, cənab Ulu Öndər Heydər Əliyevin 90-cı illərdə yürütdüyü gənclər siyasətini cənab Ali Başkomandan İlham Əliyev uğurla yerinə yetirdi. Biz 44 günlük savaşda qalib gəldik və bu dünya diplomatiya tarixində deyərdim ki, cənab prezident İlham Əliyev elə diplomatiya tarixinin akademikidir. Bir xarizmatik şəxsiyyət kimi biz gənclər də əmr etdiyi təqdirdə cənab prezident misallah əsgərik. Qeyd edək ki, Aydın Füzuli oğlu Tağıyev 1987-ci ildə Ağcabədi rayonunun Bilağan kəndində anadan olub. O, Turan Beynəlxalq Rəqəmsal Menecment jurnalının baş redaktorunun müavinidir. Eləcə də Anmedia Az informasiya portalının, Əsrin Aydınları jurnalının və Əsrin Aydınları mükafatının həm təsisçisidir. Qələbənin memarı cənab Ali Başkomandan kitabı müəllifin oxucularla 5-ci görüşüdür və Azərbaycanın müasir tarixində mühüm rol oynayan hadisələrə həsr olunmuş növbəti əsəridir. Məhsəti Musa, Kənan İsayev, Aran Ağcabədi internet televiziyası üçün.